Dünən İranın Azərbaycana hücumu, yəni Naxçıvana yönləndirilmiş o terror aktı və dron hücumundan sonra bilirsiniz ki, ölkənin prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirdi və orada vacib mesajlar verdi. Birinci onu bildirdi ki, İrana olunan yaxşılıqlar müqabilində İran çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə indirdi və əlavə etdi ki, bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək və daha vacib bir mesaj da ondan ibarət idi ki, Prezident qeyd etdi ki, bizim silahlı qüvvələrimiz, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, bütün xüsusi təyinatlı qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Bu məqam bir çoxları üçün qeyri-müəyyən qaldı və bu açıqlamanı vermək istəyirəm. Müdafiə Nazirliyi bir nömrəli hərbi səfərbərlik nə deməkdir, nə mənanı verir, o barədə açıqlama verib. Deməli, bir nömrəli səfərbərlik zamanı silahlı qüvvələr tam döyüş hazırlığına gətirilir və ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilir. Həmçinin hərbi hissələr döyüş mövqelərinə yaxud təyin olunmuş ərazilərə çıxarılır. Bax, bu da məhz o deməkdir.